Qubadlı rayon icra hakimiyyəti başçısının 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümumilli lider Heydər Əliyevin abidəsi önündə gül dəstələri düzüblər. Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəli sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. İclasda rayon icra hakimiyyətinin başçısı Malik İsaqov, Azərbaycan Respublikası Prezidentinin administrasiyasının Ərazi Təşkilat Məsələləri şöbəsinin məsul işçisi Zöhrab Bağırov, Milli Məclisin deputatları İmamverdi İsmailov, Ceyhun Məmmədov, hüquq mühafizə orqanları, Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının rəhbərliyi, rayon icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyəti başçısı Malik İsaqov qeyd etdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan ordusunun gücü ilə suverenliyimizin, ərazi bütövlüyümüzün tam təmin edilməsi dövlətçilik tariximizdə qızıl hərflərlə yazılan ən böyük nailiyyətimizdir. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunmuş ərazilərin bərpası, inkişafı dövlətimiz üçün prioritet məsələlərdəndir. Artıq Qubadlı rayonunun Zilanlı və Mahruzlu kəndlərində bərpa işləri yekunlaşmaq üzrədir. Bu ilin aprel-may aylarında köç prosesinin həyata keçirilməsi nəzərdə tutulub. Rayon icra hakimiyyətinin başçısı 2025-ci il ərzində rayonda görülmüş işlər və həyata keçirilmiş tədbirlər haqqında geniş məlumat verərək 2026-cı ildə də bu işlərin davam etdiriləcəyini bildirib. Hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi Təşkilat Məsələləri şöbəsinin məsul işçisi Zöhrab Bağırov, Milli Məclisin deputatları İmamverdi İsmailov, Ceyhun Məmmədov, Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Qubadlı rayon prokuroru Emin Kərimov və digər çıxış edənlər rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər, əhalinin məşğulluğu, sosial rifahın yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri məqsədə uyğun hesab edərək, rayon icra hakimiyyəti başçısının hesabatını yüksək qiymətləndirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatlar və ölkənin qarşısında duran yeni hədəflər barədə ətraflı məlumat verərək, rayonun gələcək fəaliyyətinə dair prioritet istiqamətləri xüsusi olaraq qeyd ediblər. Tədbirdə hesabatın yekunu ilə bağlı qarşıda duran vəzifələrə dair hazırlanmış qərar layihəsi oxunub. Rayonun ictimai-siyasi həyatında fərqlənən 3 nəfər Qubadlı rayonu icra hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib. Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib və müraciətin mətni iştirakçıların diqqətinə çatdırılıb. Elvin Qudrətov, Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.